Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün mən sizinlə 7-ci sinif fizika dərsindən düzxətli bərabər sürətli hərəkət mövzunun tapşırıqlarının izahını bölüşəcəm. Gəlin başlayaq. Əvvəlcə düşün, müzakirə et və paylaş tapşırığı var. Gəlin ona baxaq. Yerdəyişməyə görə sürət sabit olduqda yola görə sürətin də sabit olub olmayacağını demək olarmı? Yerdəyişməyə görə sürət sabitdirsə, deməli, bu hərəkət düzxətli bərabər sürətli hərəkətdir. Düzxətli bərabər sürətli hərəkətdə də biz bilirik ki, yola görə sürət də sabitdir. Bəli, yerdəyişməyə görə sürət sabit olduqda yola görə sürətin sabit olub olmayacağını demək olar. İndi isə keçək öyrəndiklərinizi tətbiq edin tapşırıqlarına. Düz xətt boyunca 72 km/saat sürətlə hərəkət edən avtomobilin 5 saniyədə getdiyi yolu hesablayın. Gəlin yazaq. Əvvəlcə 72 km/saatı metr/saniyəyə çevrilir. 72 vurulsun 1 kilometr 1000 metr olduğu üçün 1000 bölünsün 1 saatda 3600 saniyə olduğu üçün 3600. Cavabımız olacaq 20. Metr bölünsün saniyə. Sonra T-ni verib, yəni zamanı verib 5 saniyə. V də bərabərdir 20 metr bölünsün saniyəyə. İndi isə getdiyi yolu hesablayın deyir. V bərabərdir L bölünsün T. Buradan da L bərabərdir V vurulsun T bərabərdir 20 vurulsun 5. Cavabımız olacaq 100 metr. Keçək ikinci tapşırığımıza. Eyni şəhərdən uçan iki təyyarədən biri cənub istiqamətində, digəri isə şimal istiqamətində 630 km/saat sürətlə hərəkət edir. A variantında deyilir ki, yola görə sürətləri bərabərdirmi? Yola görə sürətləri, bəli, yollar bərabərdirsə, hər ikisi 630 km/saat sürətlə hərəkət edir. Yollar əgər bərabərdirsə, deməli onların sürətləri, yola görə sürətləri də bərabər olacaq. Sonra, yerdəyişməyə görə sürətlər bərabərdirmi deyir. Yerdəyişməyə görə sürətlər bərabər olması, yerdəyişmə biz bilirik ki, vektorial kəmiyyətdir. Onun həm ədədi qiymət, həm də istiqaməti var. Onların ədədi qiymətləri bərabərdir, amma istiqamətləri əks istiqamətdir. Biri şimal istiqamətində, birisi cənub istiqamətində hərəkət edir. Ona görə də yerdəyişməyə görə sürətləri bərabər ola bilməz, fərqlidir. İndi isə keçək öyrəndiklərinizi yoxlayın tapşırıqlarına. Hansı hərəkət düz xəttli bərabər sürətli hərəkət adlanır? Düz xətt üzrə hərəkət edən cisim bərabər zaman fasilələrində bərabər yollar qət edirsə, belə hərəkət düz xəttli bərabər sürətli hərəkət adlanır. Birinci sualın cavabı belədir. Keçək ikinci tapşırığımıza. İkinci tapşırıqda deyilir ki, düz xəttli hərəkət edən cismin yerdəyişməyə görə sürəti 0 metr/saniyə ola bilərmi? Fikrinizi əsaslandırın. Bəli. Əgər bu hərəkət edirsə, düz xəttli hərəkət edirsə və hərəkətə başladığı nöqtədən gedir və yenə bura düz xəttli qayıdırsa, yenə bu nöqtədə olarsa, yerdəyişmə 0 olacaq və yerdəyişməyə görə sürəti də 0 ola bilər. İndi isə keçək üçüncü tapşırığımıza. Yola görə sürət sabit olarsa, hərəkətin düz xəttli bərabər sürətli olduğunu deyə bilərikmi? Bəli, deyə bilərik. Çünki düz xəttli bərabər sürətli hərəkətdə yola görə sürət sabitdir. V bərabərdir L bölünsün T, o da bərabərdir konstant. Burada yol da konstantdır. Yəni L konstant. Keçək dördüncü tapşırığımıza. İşıq şüası boşluqda 300.000 km/saniyə sürətlə günəşdən çıxan şüa 8 dəqiqə sonra yerə çatır. Günəşlə yer arasındakı məsafəni hesablayın deyir. İşıq şüası boşluqda 300.000 km/saniyə sürətlə. Yəni V bərabərdir 300.000 km/saniyə. Zamanı dəqiqəyə verib saniyəyə çevirməliyik vahidlərin eyni olması üçün. 8 dəqiqə 480 saniyə olacaq. 1 dəqiqə 60 saniyə olduğu üçün. Məsafəni tapaq. V bərabərdir L bölünsün T-dən. L bərabərdir V vurulsun T olacaq. Bərabərdir. V 300.000 km/saniyə vurulsun 480 saniyəyə. 480 saniyə.
bərabərdir. Cavabımız olacaq 144 60, yəni 144 milyon metr. Keçək 5-ci sualımıza. İki avtomobildən biri A nöqtəsindən 15 metr bölünsün saniyə sürətlə B nöqtəsinə doğru, digəri isə B nöqtəsindən 20 metr bölünsün saniyə sürətlə A nöqtəsinə doğru eyni anda hərəkətə başladılar. A və B nöqtələri arasındakı məsafə 700 metr olarsa, avtomobillər hansı müddətdən sonra qarşılaşır? Gəlin əvvəlcə bunların hər birinin ayrı-ayrılıqda məsafəsini hesablayaq. Zamanlar bərabərdir, eyni anda başladıqları üçün. L1 nəyə bərabər olacaq? L1 bərabərdir 15 vurulsun T. L2 bərabər olacaq 20 vurulsun T-yə. Ümumi L də bərabərdir 700 metrə. Deməli, 35 T bərabərdir 700. T də bərabər olacaq 20 saniyəyə. Onlar hansı müddətdən sonra qarşılaşır? 20 saniyədən sonra.